faydalı. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim edir. Rəqəmsal Dialoq. Salam, hər vaxtınız xeyir olsun, hörmətli dinləyicilər. Asan Radionun efirindən Rəqəmsal Dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Veriliş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radionun birgə layihəsidir. Bizi izləmək imkanınız da var. Radionun və Nazirliyin Facebook səhifəsində hal-hazırda video formatda canlı yayımdayıq. Suallarınızı mövzuya dair oradan şərh bölümünə yaza bilərsiniz. Daha sonra 012 56 56 100 şəhər nömrəmiz, 070 65 56 100 WhatsApp nömrəmizə də ünvanlaya bilərsiniz. Bugün dəmir yol sahəsində sərnişin məmnuniyyətindən danışacağıq. Studiyamızın qonağı var. Proqramımızın qonağı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamentinin rəisi Azər Fərəcovdur. Azər müəllim, salamlayıram bir daha, xoş gəlmisiniz. Salam, çox sağ olun dəvət üçün, təşəkkür edirəm. Azərbaycan Dəmir Yolları son dövrlərdə bir çox yeniliklərə imza atır. O cümlədən sərnişin daşımaları sahəsində də yenilikləri biz şahidi oluruq. Yeniliklərdən birinə də ötən ay şahid olduq. Cənab Prezident İlham Əliyevin iştirakı ilə Ağdam Dəmir Yolu və Avtovağzal kompleksinin açılışı oldu. İstərdim ilk olaraq bu kompleks barədə məlumat verəsiniz. Qeyd etdiyiniz kimi, ötən ay 10 may tarixində ümumi lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümündə Cənab Prezidentin iştirakı ilə Ağdam Dəmir Yolu və Avtovağzal kompleksinin açılışı oldu. Ağdam Dəmir Yolu və Avtovağzal kompleksi Bərdə-Ağdam Dəmir Yolu xətti layihəsinin ikinci mərhələsi çərçivəsində inşa olunmuşdur. Ümumi ərazisi 8 hektara yaxındır. Kompleksin ərazisində iş otaqları, sərnişinlər üçün gözləmə zalları, bilet kassası, mağazalar, iaşə obyektləri mövcuddur. Ümumilikdə 95 otaqdan ibarətdir. Həmçinin kompleksin ərazisində avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqlar var və ilk dəfə olaraq Azərbaycanda qapalı platforma inşa edilmişdir həmin kompleksdə. Platformanın uzunluğu 350 metrdir. Həmçinin kompleksin ərazisində avtobusların da təmiri və texniki baxışı üçün müvafiq infrastruktur yaradılmışdır. Kompleksin əhəmiyyəti nədən ibarətdir? Regionun inkişafına gözlənilən təsiri necədir? Necə olacaq? Əlbəttə, kompleks ümumiyyətlə Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artıracaq. Həmçinin sosial-iqtisadi dirçəlişə və ümumiyyətlə regionun nəqliyyat potensialının yüksəldilməsinə gətirib çıxardacaq. Dəmir yol vağzalı gündəlik 1000 nəfərə yaxın sərnişinə xidmət üçün nəzərdə tutulub. Avtovağzal hissəsi isə 1500 sərnişinədək xidmət göstərə biləcək. Aydındır. Qeyd etdiniz ki, Ağdam Dəmir Yolu və Avtovağzal kompleksi Bərdə-Ağdam Dəmir Yolu xətti layihəsi çərçivəsində inşa olunub. Bir qədər də elə Bərdə-Ağdam Dəmir Yolu xəttindən danışardınız. Tikinti üzrə işlər hal-hazırda nə yerdədir? Ümumiyyətlə tikinti 2020-ci ildə başlanılmışdır. Bərdə-Ağdam Dəmir Yolu xətti üzərində 2 stansiya, Bərdə və Köçərli stansiyası mövcuddur və bir dayanacaq Təzəkən dayanacağı. Ümumiyyətlə xətt üzrə işlərin 95%-i artıq yerinə yetirilmişdir. Aydın. Hazırda da Ağdam-Xankəndi dəmir yolu xətti ilə bağlı layihələndirmə işləri davam edir və Xankəndi kompleksinin layihələndirilməsi də həyata keçirilir. Ancaq yol yox, yəni orada da dəmir yol kompleksinin. Aydındır. Bu yaxınlarda daha bir stansiyanın açılışı oldu. Bu barədə məlumat verərdiniz? Bəli, bu Qazax rayonunda yerləşən Qazax stansiyasının açılışı oldu. İyun ayının 15-də mövcud Bakı-Ağstafa-Bakı marşrutunun Qazax stansiyasına kimi uzadılması nəticəsində baş verdi. Ümumiyyətlə əvvəllər 2019-cu ilə kimi Qazax stansiyasına yataq tipli qatarlar hərəkət edib.
qatarların yolda olma müddəti 8 saat yarım olub təxmini. İndi neçə saata? Və hazırda oturacaq tipli qatarlar hərəkət eləyir bu istiqamətə. Stadler Rail Co şirkətinin istehsalı olan müasir qatarlardır və indi həmin müddəti qatarlar 5 saat yarıma, yəni daha 3 saat daha tez qət edirlər. Aydındır. Biletlərin qiymətindən istəyirəm danışaq. Bu yaxınlarda Bakıdan Qazaxa belə qatarların, yəni yeni reysin açılışından, uzadılmasından sonra bununla bağlı bir çox müzakirələr olmuşdu və bu istiqamətdə biletin qiymətinin bahalığını qeyd edirdi bəzi vətəndaşlar. Qiymət olaraq qatarda minimal qiymət 16 manat 20 qəpikdir. Bildiyiniz kimi 2024-cü ilin noyabr ayından Azərbaycan dəmir yollarında dinamik qiymətin tətbiqinə başlanılmışdır. Dinamik qiymət, yəni bilet alışının tarixindən, istiqamətindən, sinifindən və sair amillərdən asılı olaraq dəyişkən qiymətlərdir. Yəni daha tez, daha əvvəl 25-30 gün əvvəl alındıqda qiymətlər daha aşağı olur, son günlərdə alış zamanı daha yüksək olur. Yəni sərnişinlər planlamalarını əvvəldən aparsalar 16 manat 20 qəpiyə. Neçə gün əvvəl 16 manat 20 qəpiyə Qazaxa bilet almaq olar? 25-30 gün. Minimum 25 gün. Bəli, 25 gün əvvəl bileti alsalar həmin qiymətə ala bilərlər. Bu standart sinifinə aiddir. Qatarda digər siniflər də mövcuddur. Bu standart plusdur, biznesdir və birinci sinif yerlərdir. Onların da müvafiq həmin siniflərə daxil olan xidmətlərə əsasən qiymətləri dəyişir. Və yenə də götürsək birinci sinif yerləri əgər 25 gün əvvəldən biletlərini əldə etsələr təqribi 101 manat civarında bir qiymət olur bir bilet üzrə. Minimal məbləğ, minimal olan biletin qiyməti yoxsa necə? Bəli, yəni 16 manatlıq bilet son günlər alınarsa, bu standart sinifə aiddir. Standart. Yəni ondan sonra daha yuxarı sinif var, standart plus sinifi, biznes sinifi və birinci sinif. Qeyd etdiyimiz qiymətlər standart sinifinə aid olan qiymətlərdir. Ondan sonra gəlir standart plus sinifi. Orada da əvvəldən aldıqda, yəni dinamik qiymətə əsasən minimal qiymət 21 manat 40 qəpikdir. Biznes sinifləri üçün əvvəldən alındığı zaman 39 manat 90 qəpikdir qiymətlər. Birinci sinif üzrə də bayaq qeyd etdiyim kimi 101 manat 70 qəpik. 11-ci sinif üzrədir. Bəs biletin satışı nə zaman dayanır? Biletlərin hamısı satılıb qutarandan sonra, yoxsa son bir gündə səhv etmirəmsə bilet satışı dayandırılır? Sonuncu gün, yəni həmin gün. Bilet satışı ümumiyyətlə dayanmır. Yəni qatar hərəkətə düşməmişdən düşəndə artıq biletlərin satışı dayandırılır. O da həmin stansiyadan. Amma növbəti stansiyadan kimsə minəcəksə, məsələn Bakıdan yola düşən qatara növbəti Biləcəri stansiyasında kimsə bilet ala bilər. Biletlərin ola bilər sualınız nə ilə bağlıdır ki, tutaq ki. Mən misal üçün bu gün səhər daxil olmuşam proqrama ki, axşam üçün bilet alım, olmuyor. Bəli. Yəni satıldığına mı görə olmur, yoxsa son gün satılmır? Bəli, əgər göstərirsə bilet yoxdur, deməli biletlər hamısı satılıb. Və ya başqa hala ola bilər ki, məsələn siz daxil olursunuz ki, bilet alasınız, hələm sinifi seçməmisiniz, orada sizə başqa bir, məsələn bilirsiniz ki, təqribi standartın qiyməti 16-20 manat civarındadır. Amma siz daha yüksək qiymət görürsünüz. O deməkdir ki, qatarda mövcud standart sinifi satılıb və standart plus qalan yerlər bunlar. Yəni orada göstərilən qiymət qalan sinifin qiymətləridir. Birinci sinifə hansı xidmətlər daxildir? Birinci sinifə ilk olaraq sərnişin stansiyasına daxil olduqda sərnişin Bakı, Gəncə, Qəbələ,
stansiyalarında VIP zallar mövcuddur. Həmin sərnişinlər, yəni o birinci sinifin biletini əldə edənlər oradan ödənişsiz istifadə edirlər. Orada sərnişinin qarşılanması, onun yükünün daşınması, qida xidmətləri və sair xidmətlər mövcuddur. Həmin xidmətlərdən ödənişsiz biletə daxil qiymətdən yararlana biletə daxildir. Sərnişinlər orada öz qatar gedənədək öz vaxtlarını keçirə bilirlər. Sonra onların yükü daşınır qatara. Qatarda da birinci sinifin sərnişinləri xüsusi ayrılmış bir ərazidə yerləşdirirlər. Onların oturacaqları daha komfortlu, qida xidməti təqdim olunur. Yenə də ödənişsiz yol boyu içəcəklər, ehtiyac olduqda digər istifadə olunan yolda, məsələn, plet, boyunluq, tərlik, onlar da ödənişsiz olaraq həmin sərnişinlərə təqdim olunur. Bəli, şahidi olmuşam şəxsən və çox razı qalmışam. Dinamik qiymətlərdən danışdınız. Dünya praktikasında belə təcrübə tətbiq olunurmu? Bəli, əlbəttə bizə yaxın olan ölkələrdən, keçmiş MDB ölkələrində, Avropa və digər inkişaf etmiş ölkələrdə dinamik qiymətlərdən istifadə olunur. Dinamik qiymətlər mövsümü olur, həftənin günlərindən asılı olaraq. Məsələn, tələbat olan günlərdə qiymətlər daha yüksək olur, tələbat az olan günlərdə aşağı olur və mövsümü, məsələn, hansısa bayramlarla bağlı daha yüksək qiymətlər olur. Bizdə də tətbiq etdiyimiz dinamik qiymətlər mövcud dünya praktikasına əsaslanır və həftənin günündən, istirahət, iş günü, bayramdan asılı olaraq dəyişirlər. Aydındır. Bəs birinci sinifdə neçə yer olur? Birinci sinif, yəni qatardan asılı olaraq hazırda rayonlar arası hərəkətdə olan qatarlarda bir mərtəbəli flirt qatarlarında 8 yer olur. Digər istiqamət var ki, orada da istifadə olunur. 2 mərtəbəli qatarlardan orada 9 yer olur. Demək, yəni bu ümumiyyətlə birinci sinif sərnişinlər bu xidmətdən demək olaraq yalnız bu xidmətdən istifadə edirlər. Yəni birinci sinifin öz sərnişinləri var. Hansı ki, yalnız bu siniflə səfər edirlər. Bu sinif üzrə tələbat çoxdur. Yəni baxmayaraq ki, qatarda 8 yerdir, amma yəni buna tələbat daha çoxdur və göstərici olaraq yəni doluluq faizi yüksəkdir. Yəni hər istiqamətdə. Birinci sinifdə mən fikir vermişəm. Bir neçə dəfə özüm səyahət etdiyimə görə şahidi olmuşam ki, çox adam daha çox istiqamətə doğru oturur, qatarın istiqamətinə. Amma əks tərəfə biletlərdə görürəm ki, orada yəni o biletlər sona qalır. Amma mən şəxsən o bileti alıb və çox razı qalmışam. Qatarın rahatlığı, yəni buna imkan verir ki, orada heç bir fərqlilik hiss olmur. Çox sağ olun Azər müəllim. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radionun efirindən rəqəmsal dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Bugün dəmir yol sahəsində sərnişin məmnuniyyətindən danışırıq. Proqramımızın qonağı isə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamentinin rəisi Azər Fərəcovdur. Sizin də bizə suallarınız varsa ünvanlaya bilərsiniz. Qısa fasiləyə ayrılırıq. Omid mağazalarından möhtəşəm fürsətlər. Neod soyuducu, həcmi 468 litr olan 679 manat. Neod paltar yuyan, 7 kiloqramlıq, cəmi 461 manata. Omid, xeyirli alış-verişlər. Telefon 890. Asan Radio'da reklam. Neotek kabelləri 99,9% saf misdən olduğu üçün yüksək ötürücülük xüsusiyyətinə malikdir. Mis tellərin sayı, diametri, plastik qalınlığı və sıxlığı, polietilen dolğu AZS və Avropa standartlarına uyğun dəyərdədir. Yüksək keyfiyyət, sərfəli qiymət. Neotek, gücümüz, gücünüzdür.
Toyota sahibləri üçün möhtəşəm fürsət. Sevimli avtomobilinizin qayğısına qalmaq üçün Toyota'nın mövsümi endirim kampaniyası başladı. İyun ayı boyunca akkumulyatorlara 15% indirim. Avtomobilinizin gücünü artırın və hər səfərinizdən zövq alın. Daha ətraflı məlumat üçün rəsmi Toyota dillerləri, Toyota Bakı mərkəzi, Toyota Abşeron mərkəzi və Toyota Gəncə mərkəzi ilə əlaqə saxlayın. Avantdan Şərifzadədə yeni premium layihə. Müasir memarlıq üslubunda Avant Nova. Yalnız indi cəmi 23.500 manat ilkin ödəniş edərək siz də White Box 2 otaq studiyo mənzilə sahib olun. Yaşıllıqlar əhatəsində idman meydançaları, üzgüçülük hovuzu, fitness spa mərkəzi, ipoteka və ya faizsiz hissə ödəmə imkanı ilə mənzil əldə etmək şansını qaçırmayın. Avant Nova yeniliklərlə dolu gələcək. Əlaqə Ulduz 0241. Divarlardan bək tutur, ondan kopmaq olmur. Təmirdə əldən tutur, Seramax'dan kopmaq olmur. Məkan istər xarici, istər daxili olsun. İstər mətbəx, istər hovuz olsun. Seramax'da ehtiyaca görə bir yapışdırıcı mütləq var. Yapışma gücü dey sürpriz. Qarışdır, qarışdır elə mix. Mr. Fix'də yoxdur risk. Mr. Fix'də yoxdur risk. Sibrizdə bütün ailə üçün əyləncə imkanları, hər zövqə uyğun daşınmaz əmlak növləri və dənizin kənarında mükəmməl infrastruktur sizi gözləyir. Bu siyahını Sibriz tərəfindən təklif olunan fürsətlər tamamlayır. Məsələn, əlverişli ipoteka imkanı. Sibrizdə mənzil sahibi olmaq üçün 15% ilkin ödəniş etmək yetərlidir. Ödənişin ümumi məbləğini isə 10 ilə bölərək ödəyə bilərsiniz. Ətraflı məlumat üçün 840. Keyfiyyət həm də büdcəyə qənaət etməlidir. Digər çay qutuları betadan uzun olsa da, çəkisinə görə beta çayı daha ağır gəlir. Çay alanda keyfiyyətlə yanaşı, mütləq çəkisinə də fikir verin. Şıxov Premium villaları. Bakı bağlarından fərqli olaraq, mərkəzə 15 dəqiqəlik məsafədə, kvadrat metri 1900 manata, dəniz mənzərəli villalar. Heç bir tərəfdən görünməyən yaşıl landşafta malik həyət və daşma hovuz. Toplam 12 sotda tikilən çıxarışlı villalar. Villaları 36 aylıq daxili kreditlə əldə edə bilərsiniz. Telefon 050 404 0505 www.şıxovvillaları.az. Yaşam məktəbinə qəbul davam edir. İyul ayının 1-nədək qeydiyyatdan keçənlərə 15%-ədək endirim. Azərbaycan, Rus və Cambridge proqramı üzrə ingilis bölmələri 051 557 0000 www.yaşamməktəbi.az. Deluxe Residence Elmlər kompleksi 2 mərtəbəli yeraltı dayanacaq, resepsiyon qarşılama xidməti, qapalı hovuz, spa və fitness mərkəzi. Bir sözlə prestijli həyatınız və rahatlığınız üçün inşa edirik. Telefon 050 259 62 62 www.deluxeresidence.az. Asan Radyo'da reklam 050 60 06 100. İnsanı xoşbəxt edən nədir? Uğurlu insan kimdir? İnkişafın açarı hardadır? Pulu necə idarə edək? Stresli həyatdan necə xilas olaq? Ailəni ayaqda saxlayan nədir? Bu və digər sualların cavabını Asan Statusda axtarırıq. Aparıcı ekspert mənəm. Fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub. Hər cümə axşamı 17:10-da Asan Radio və TV-də. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim edir. Rəqəmsal Dialoq. Yeni qoşulan dinləyicilərimizi də salamlayıram. Asan Radionun efirindən Rəqəmsal Dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafa və Rəqəmsal Dialoq verilişi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radionun birgə layihəsidir. Bizi izləmə imkanınız da var. Nazirliyin və radionun Facebook səhifəsində hal-hazırda video formatda canlı yayımdayıq. Suallarınızı oradan mövzuya dair şərh bölümünə yaza bilərsiniz. Daha sonra 012 56 56 100 şəhər nömrəmizə və 070 65 56 100 WhatsApp nömrəmizdir. Mövzumuzu xatırladım. Biz dəmir yol sahəsində sərnişin məmnuniyyətindən danışırıq. Proqramımızın qonağı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamentinin rəisi Azər Fərəcovdur. Azər müəllim, qatarların sürətindən bir müddət öncə müzakirə mövzusu olmuşdu, söz düşmüşdü. Bu barədə danışardınız. Ümumiyyətlə
qəbul olunmuş beynəlxalq bir normalara görə dəmir yollarında sürət normativləri var. O sürət normativlərinə əsasən sərnişin qatarının orta sürəti 50-90 km/saat təşkil edirsə, bunlar sürət qatarları adlandırılır. Hansı ki bizdə indi onlar mövcuddur. Bəli, mövcuddur. Bu 50-90 km/saat sürəti necə müəyyən olunur? Bu qatarın maksimal sürəti deyil. Bu həmin marşrut üzrə qatarın A nöqtəsindən çıxıb B nöqtəsinə çatması üçün müəyyən olunan orta sürətdir. Və həmin sürət, orta sürət 50-90 arası olduqda bu sürət qatarı adlandırılır. Yəni bu qəbul olunmuş bir normadır. 90 kilometrdən yuxarı olduqda isə bunlar sürətli qatarlar adlandırılır. Və məsələn bir qatar Azərbaycan dəmir yollarının istifadəsində olan qatarların maksimal sürəti 140 km/saatdır. Yəni o müəyyən mənzillərdə bu qatarın yəni mümkün gedə biləcəyidir. Bəli, ümumiyyətlə texniki göstəricisi 170 km/saatdır. İcazə verilən, yəni infrastrukturda onun istifadə olunması 160 km/saatdır. Amma müxtəlif reallıqda relyefdən və sair məsələlərdən asılı olaraq, məsələn, stansiyalar arasındakı məsafədən və sair asılı olaraq təhlükəsizliyin təmin olunması baxımından Azərbaycan dəmir yollarında maksimal sürət 140-dır. Əslində az deyil. Bəli. Lakin ola bilər ki, həmin qatar, Stadler, İsveçrənin Stadler markasından olan qatar bir istiqamətdə hərəkət edəndə onun orta sürəti 90-dan yuxarıdır və bu sürətli qatar hesab olunur. Amma hansısa istiqamətə getdikdə, orada stansiyalar arası məsafələr az olduqda, relyefdən asılı olaraq ki, döngələr və s. orada həmin qatar sürət qatarı da hesab oluna bilər. Ona görə ki, həmin A nöqtəsindən B nöqtəsinə çatmada orta sürəti 50-90 arası ola bilər. Ona görə bu klassifikasiya əsasən bölünür və qatarlar qeyd olunanda orada göstərilir ki, bu sürət qatarıdır, yoxsa sürətli qatarlardır. Bəs bizim dəmir yolları imkan verir, infrastruktur, yəni o sürətli qatarları gələcəkdə daha sürətli, yəni istifadə etməyə, belə deyək. Hazırda parkda olan qatarların qeyd etdiyim kimi maksimal sürətləri hesablanıb onlara gedir. 140-dır. Bu 160-a kimi artırıla bilər müəyyən hallarda. Lakin yüksək siz dediyiniz qatarlar yüksək sürətli qatarlardır. Onun da bir anlayışı var. Onlar isə onlar üçün ayrıca yollar tikilməlidir. Yenidən və yeni qatarlar alınmalıdır. Yəni həmin qatarlar mövcud yollarda, infrastrukturda hərəkət edə bilmir. Yəni o sürət üçün. Planda var yeni yolların salınması, yeni dəmir yollarının. Yoxsa bunu hələ indi danışmayaq. Düşünürəm hələm bunun üçün tezdir və biz hazırda pandemiyadan sonraki bərpa işlərində istiqamətlər üzrə qatarların açılmasına, stansiyaların bərpa olunmasına çalışırıq. Bundan sonra da kifayət qədər iş görülüb. Əslində Bakı-Qəbələ, Bakı-Akstafa reysləri açılıb. Bu günlərdə Bakı-Qazax reysi. Bu da hamısı alqışa layiq hallardır. Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların qrafikində də dəyişiklik oldu. Bu istiqamətdə nə yeniliklər var? Bəli, qeyd etdiyiniz kimi 1 aprel tarixindən Abşeron dairəvi istiqaməti üzrə reyslərin sayı, yəni iş günlərində reyslərin sayı 66-dan 92-yə artırıldı. 26 reys əlavə olundu. Bu da mövcud sıxlığın aradan qaldırılmasına səbəb oldu. Yəni sərnişinlərdən çox şikayətlər, geri dönüşlər var idi ki, yəni səhər pik saatlarda sıxlıq olur. Bundan bağlı yəni müsbət geri dönüşlər aldıq ki, yəni bu sıxlıq aradan qaldırıldı. Sərnişin saylarında da artım oldu. Həmçinin şənbə və bazar günlərində eyni qrafik idi və müəyyən bir infrastrukturda olan təmir işləri ilə bağlı reys sayı az idi. Amma burada da məsələn şənbə gününə 30 reys əlavə olundu və hal-hazırda şənbə gününün qrafiki
bazar günü qrafikindən fərqlidir. Yəni şənbə günü də çox sıx qrafiklə reyslər təyin etmişik ki, şəhərdə sıxlığın aradan qaldırılması nəticələnsin. Məsələn, müqayisəli rəqəmlərlə desək, şənbə günü əvvəllər daşınırdı ortalama 9-10 min sərnişin, hazırda şənbə günü 15 min üzəri sərnişin daşınır. Bütün istiqamətləri əhatə edir də bu say? Yəni bu Abşeron dairəvi istiqamətindən söhbət gedir. Məsələn, yay aylarında, iyun, iyul, avqust aylarında biz həmişə bu təhsil müəssisələrinin bağlanması və s. ilə bağlı azalma müşahidə edirik. Ortalama daşıma iş günlərində 22-26 min olur. Amma bu il bu qrafik dəyişikliyi nəticəsində hazırda rəqəmlər 33-34 mindir. Yəni minimum 6-7 min artım var gündəlik daşımada iş günlərində. Ondan başqa bəzi stansiyalarda turniket salları Bakı və Koroğluda və Məmmədli stansiyasında turniket salları genişləndirilmişdir ki, bu da sürətli keçidin təmin edir. Bəs ölkə istiqamətində ən çox tələbat hansı ayda olur? Rayonlar arası istiqamətlərdə sərnişin sayında artım. Ümumiyyətlə bütün rayon, bütün istiqamətlərdə böyük tələbat olur. İstəyir olsun Akstafa, indi Qazaxdır, Balakən istiqaməti, Qəbələ istiqaməti, Balakən istiqaməti üzrə açıldıqdan sonra doluluq faizi getdikcə artır. Yay aylarında, iyun ayından doluluq səviyyəsi əhəmiyyətli dərəcədə artmışdı və böyük tələbat yaranıb. İndi hətta bayramlarda biz adətən 5, 6, 7, maksimal sayı 9 vaqona çatır Balakən istiqaməti üzrə hərəkət edən qatarda, amma bu bayramlarda 13 vaqona kimi çatmışdı qatarın uzunluğu və bütün yerlərdə satılmışdı. Aydın. Əslində rahatlığı görürlər və tövsiyə edirlər digərlərinə. Xırdalan istiqamətində daha çox şikayətlər gəlirdi ki, reysin sayı azdır. Bəs yeni qrafiklə bu istiqamətdə dəyişiklik nədən ibarət oldu? Yeni qrafikə əsasən Xırdalan istiqamətində səhər saatlarında reyslər əlavə olundu. Yəni əvvəllər yük əməliyyatları həyata keçirildiyindən səhər və axşam saatlarında 19:35-dən sonra reyslər yox idi. 1 apreldə olan dəyişikliklər əsasən səhər saatlarına da əlavə bir neçə reys əlavə olundu və axşamda daşıma saatı 20-20-yə kimi artırıldı. Əlavə olaraq bir qatar istifadəyə verildi Xırdalan istiqaməti üzrə və bu da reys sayının əhəmiyyətli artımına səbəb oldu. Bununla da o ərazidən də o sərnişinlərin sıxlığı və yükü biz götürmüş olduq. Aydındır. Son olaraq Azərbaycan Dəmir Yolları son illərdə rəqəmsal həllərin tətbiqinə xüsusi diqqət yetirir. İstərdim ki, bu barədə danışaq. Bəli, qeyd etdiyiniz kimi bu istiqamətdə də dəmir yolları əhəmiyyətli işlər görmüşdür. Yəni ilk olaraq biz başladıq Abşeron dairəvi istiqaməti üzrə kağız biletlərinin ləğvindən. Bu ləğv olundu və bir müddət sonra biz mobil tətbiqi istifadəyə verdik və mobil tətbiqdə artıq elektron biletləri Abşeron dairəvi üzrə istifadəyə verdik ki, bununla da sərnişinlər ümumiyyətlə heç kassaya yaxınlaşmadan, turniketlərə toxunmadan birbaşa biletlərin QR-ını turniketə göstərərək hərəkət edirlər. Əlavə olaraq digər bir xidmətlər də var ki, onlar da avtomatlaşdırılmış, onlayn satışlara keçmiş. Məsələn, rəqəm olaraq desəm, bu rəqəmlər gündəlik olaraq artır. Yəni satılmış biletlərin 70%-dən çoxu onlayn biletlərdir. Yəni rayonlar arası istiqamətlər üzrə biletlərin əksəriyyəti onlayn alınır və elə onun qaytarılması da onlayn baş verir və getdikcə gördüyümüz odur ki, bu rəqəmlər artır və biz də bunun üzərində rəqəmsallaşmaya da öz töhfəsini verir. İlqar adlı dinləyicimiz soruşur ki, qarşıdakı illərdə Abşeron dairəvi marşrutunda hansı xətlərin çəkilməsi gözlənir?
Ümumiyyətlə bildiyiniz kimi bununla bağlı dövlət proqramı təsdiq olunmuşdur. Yəni Abşeron dairəvinin 25-30-cu illərdə genişləndirilməsi və bunun üçün əlavə qatarların alınması. Proqrama əsasən ilk olaraq Bakı-Xırdalan-Sumqayıt xəttinin təkmilləşdirilməsidir. Bu 25-27-ci illər üçün nəzərdə tutulub. Sonra dairənin digər hissəsi olan Bakı-Pirşağı-Sumqayıt xəttinin təkmilləşdirilməsi və burada dəyişən cərəyana keçiddən söhbət gedir. 26-cı, 28-ci illərdir. Çox böyük tələbat olan Bakıxanov-Binəqala xəttinin bərpasıdır. Bu da həmin dövlət proqramına əsasən 26-28-ci illərdə nəzərdə tutulub. Növbəti Zabrat-Maştağa bağlar xəttinin bərpasıdır. Bu ən sonda olacaq. O 28-30-cu illər üçün nəzərdə tutulub və yenə də böyük tələbat olan Yeni Suraxanı, yəni Bakı-Hövsan xəttinin bərpasıdır. Bu xəttin də bərpası 26-27-ci illər üçün nəzərdə tutulub. Bununla bağlı artıq ilkin işlərə başlanılıb. Müəyyən istiqamətlər üzrə layihələndirmə işləri aparılır. Həmçinin bu istiqamətlərin bərpası ilə bağlı da əlavə qatarların alınması 25-30-cu illərdə nəzərdə tutulub. Onlar daha müasir olacaq da yəqin ki, yeni tipli. Bəli, yeni müasir qatarlardan söhbət gedir. 20 ədəd qatardır və bunlar şəhər ətrafı daşımalar üçün nəzərdə tutulduğundan burada ilk növbədə sürət, təhlükəsizlik, komfort, yəni havalandırma sisteminin mövcud olması, yəni bu amillərə fikir verilir və onların da alışı nəzərdə tutulub. Bu həm ayrıca mövcud dairə üçün nəzərdə tutulub, həmçinin həmin istiqamətlər üzrə də istifadə olunacaq qatarlar. Bakı-Qazax-Bakı-Ağstafa istiqamətdə nəzərə alsaq ki, yəni ən uzaqda yerləşən nöqtələrdən biridir. Bəs o istiqamətdə yataq tipli qatarların olması yaxın gələcəkdə gözlənilirmi, ya varmı? Bildiyim qədərilə yoxdur. Xeyr, yataq tipli qatarlar hazırda yalnız Balakən istiqaməti üzrə hərəkət edir. Yəni Şəki, Qax, Zaqatala, Balakən rayonlarına istifadə olunur. Əlbəttə əvvəllər qeyd etdiyiniz istiqamətlərdə də bu olmuşdur. Amma onda köhnə qatarlar idi. Bəli, yataq tipli qatarlar idi. Yəni bu məsələ ilə bağlı müzakirələr aparılır və əgər mümkün olduqda gələcəkdə bu məsələ üzrə də yəqin ki bir həll yolu təklif edəcəyik. Qarşıda bizi 4 gün ardıcıl tətil günləri gözləyir. Bəs bununla bağlı hər hansı bir gücləndirilmiş rejim, istiqamətə əlavə vaqonlar varmı? Bəli, əlbəttə hər zaman olduğu kimi Dəmir Yolunun Sərnişin Daşımalar Departamenti məsələn, digər vətəndaşlardan fərqli olaraq istirahət günlərində gücləndirilmiş rejimdə işləyirlər. Məsələn, siz gedirsiniz, həmin günlər istirahət edirsiniz, amma bizdə gücləndirilmiş rejim olur və əlbəttə, yəni deyim ki, artıq bir neçə həftə əvvəl məlumat çıxanda ki, orada iş günlərinin, istirahət günlərinin yeri dəyişdirildi. Dərhal həmin istiqamət üzrə biletlərin satışı sürətləndi və biz həmin istiqamətlərə əlavə qatarlar təyin eləmişik. Həm Ağstafa istiqaməti, Qazax istiqamətinə, həm Qəbələ istiqamətinə də əlavə reyslər təyin etmişik. Balakən istiqaməti üzrə də orada hər gün qatar olduğuna görə tələbat olduqca biz mövcud qatara vaqonlar əlavə edirik və həmin yerlərdə satışa çıxır. Orada da böyük tələbat müşahidə edirik. Son olaraq bir dinləyicimizin də sualı var, onu da soruşum. Abşeron dairəvi marşrutunda ən çox hansı stansiyalarda sıxlıq olur və stansiyalarda turniket sayı artırılıbmı? Məmməd adlı dinləyicimizin sualıdır. Bəli, yəni bu hissədə tərəfimizdə müşahidələr aparılır daim və burada gündəlik həmin stansiyadan keçid saylarına baxılır. Bu müşahidələrin nəticəsi olaraq biz Bakı Dəmiryol Vağzalında, Xırdalan istiqamətində,
Xırdalan dayanacağı, Biləcəri dayanacağı və Məmmədli, həmçinin Koroğlu dayanacağında da sıxlığı müşahidə edirdi və bununla bağlı həmin stansiyalarda müxtəlif saylarda turniket sayları artırılmışdı və artıq sərnişinlərin istifadəsindədir. Bəs bir də son olaraq onu da soruşum ki, ən çox tələbat olan istiqamət hansı istiqamətdir ki, yəni bugün qatarlar olsa siz onu həmin istiqamətə yönləndirərdiniz? Ən çox tələbat olan istiqamət Abşeron dairəvi istiqamətdir. Yəni şəhər daxili bəli, Bakı-Sumqayıt arasında olan istiqamətdir. Və ikinci də rayonlar arası istiqamətləri biz nəzərdə tuturuqsa, bu Ağstafa istiqamətidir. Yəni Qazax istiqamətidir. Artıq 15 iyundan bu Qazaxa kimi gedir qatarlar. Bəli. Gün ərzində 4 reys olsa da, yəni ikisi Bakıdan, ikisi Qazaxdan demək olar boş yer qalmır. Bəli, bu qatarın doluluq faizi dəyişir hardasa 96-97% arasında. Yəni bu ən çox tələbat olan istiqamətdir və artıq bu istiqamət üzrə mümkün olan halda biz əlavə qatarlar alınacaq. Aydındır. Təşəkkür edirəm. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radionun efirindən rəqəmsal dialoq verilişini dinlədiniz. Bugün dəmir yol sahəsində sərnişin məmnuniyyətindən danışdıq. Proqramımızın qonağı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamentinin rəisi Azər Fərəcov idi. Azər müəllim, bir daha təşəkkür edirəm. Çox sağ olun, dəvətimizi qəbul edib gəldiniz. Çox sağ olun ki, dəvət elədiniz. Buyurun, sağ olun. Hörmətli dinləyicilər, aparıcı isə mən idim Alidə Mustafayeva. Növbəti həftədə eyni saatda, eyni ünvanda eşitdirmək ümidi ilə sağ olun, salamat qalın. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim etdi. Rəqəmsal Dialoq. Bir sual